Bu günler sizlerle Rise of Kingdoms oynuyoruz. Dediğim gibi 7 abonede gelecek video buydu ve hemen video geldi. Bu dakika yani bu seriyle gelecek. Yani FC Mobile, Minecraft, Brawl Stars videolarına tabii ki devam edeceğiz. Ancak yani çok vaxt bu videolar gelecek. Size bu günləri Rise of Kingdoms'dan nasıl yani necə gelişə bilərsiniz, ondan sonra şəhər bələdiyyə binasını yüksəldə bilərsiniz. İndi sizə birinciden deyim, yəni nə olursa olsun kaynak həmişə göndərin. Oyuna girən kimi, oyundan çıxanda həmişə kaynak göndərin, ordular göndərin. Yəni mən 5-10 dəqiqə olar başlamışam. Bütün zəfərləri falan hamısını harcadım, xərclədim. 2100'de hələ ki ordu. Ona heç nə olmaz. Ne olursa olsun gəlişəcək. Oyuna para vurmaq yəni təbii ki lazımdır. Ancaq para vurmadan da gəlişməni mən sizə deyəcəm və birlikdə gəlişib birliklərə girib hesabımızı gəlişdirməyə çalışacağıq. Aha, indi sizə bələdiyyə binasını necə yüksəldərik onun haqqında deyəcəm. Birinciden sizə yəni göstərim onu. Aha, buradan. Yəni daima oyuna girdiyinizdə askerləri yeniləyib yəni buradan barbarları elə bildiyiniz qədər barbar kesin. Çünki oradan kaynaqlar və saatlıq ya dəqiqəlik, saniyəlik belə şeylər gəlir. Yəni hızlandırıcılar gəlir. Hızlandırma bakın buradan da geldi. Ve 30 günlük mücevher tedariki geldi. Buradan günlük özel teçhizleri arada alın. 100 saat olduğunuz ki. Bakın buradan belediye binaların yüksəldirirsiniz ve buradan 40 minə kadar mücevher alabilirsiniz. Yani ben bu dəqiqə yığmıram. Yani ben bu dəqiqə almıram. Çünkü ben bunları yığıram ki gələn videolarda hamısını birden alıp bütün yani zəfərlərimizi askerlere yani onlara asker üreteceğim. Ve həmişə deyim ki belediye binanız neçə səviyyədirsə asker yerlərində o səviyyə həmişə gətirin. Və sizə bir şey göstərəcəm. Birinci barbarlara göndərək bir dənə. Aha. Və sizə öyrələrə girirsiniz. Buradan altın anahtar falan bunları da birleştirin. Axırda eyləm puanları xərcləməyin. Bakın burada ikinci bina kuyruğunu 2 gün için etkinleştirir veya 2 gün uzatır. VIP 6 ikinci bina kuyruğunu kilidini kalıcı olarak açabilir. Bu inşaatçı alımı var burada. 2 günlüktür. 2 günlüktür. Bakın belediye binası yükseltmək istəyirsinizsə mütləq olarak, mütləq şəkildə onu açmalısınız. Mesela burada görürsünüz 2 dənə, yəni 16 səviyyə olandan sonra belediye binası onda 3 tane yere yükseltmelisiniz. Ama yani 16'ya kadar 2 tane yerden gelir. 2 yerde hemen mesela ben bu dəqiqə belediye binam 7'dirsə 8 eləmək istəyirəmsə duvarı bir də yani kışlanı əskər yerin 7 səviyyə eləməliyəm. Bunun üçün də yəni bir eləməkdənsə iki tərəfdən iki yöndən geçsək lap yəni vaxtımıza da qənaət edirik. Bunun için bakın ben indi duvara qoyuram. Yəni duvar eləmək üçün hal lazımdır. Hal eləmək üçün taş ocağı lazımdır. Taş ocağını vururuq. Orada olur. Yəni heç vaxt araşdırmağı falan şey eləməyin. Yəni hansı birim oynamağımızı bu dəqiqə indidən yəni heç bir şey yəni onu eləmək çox da lazım deyil. Hızlandırmalarımız mesela burada 2 dəqiqədirsə, mənim elə boşda 2 dəqiqəlik yəni hızlandırma varsa, onu eləyirik. Yəni eləməlisiniz. Buradan bunu 4 səviyyə edirik. Yoxsa 2 tərəfdən gedirəm. Həm taş ocağını edirəm, həm də tarlanı edirəm ki, 2 tərəfdən edə bilim. Və kəşf var burada. Yəni mən bu dəqiqə 30 gün, aha. Bu hər gün sizə 30 dəqiqəlik, yəni yarım saatlıq kəşfiyyat yəni özü eləyir də, dəqiqə baş göndərmə özü ehtiyac yoxdur. Özü eləyir. Özü yəni
kəşfə göndərir. Hara kəşf olmayıbsa. Və indi kəşfiyyatda sizə göstərəcəm. Ən güclü vali gəlir. Yəni onu da aldıqda 180 dənə Jules Caesar çağırmaq üçün kullanılabilecek güclü heykəllər gəlir. 35 saatlıq hızlandırma və 100 kaynaq kutusu. 2000 zəfər. Zəfəri nə edə bilərsiniz? Zəfəri yəni hər kəs deyir ki, yəni düz deyirlər əslində. Hər kəs deyir ki, VIP-yə xərclə, yəni xərcləyin, VIP-yə xərcləmək lazımdır. Əslində düz deyirlər. Düz tərəfi nə deyim? Burada toplama hızı verir VIP 6'da, inşa hızı. İkinci inşa kuyruğu. Bayaqları gösterdim ve orada da yazılmıştı ki ikinci inşa kuyruğunun kilidini açırsınız oradan. O da her 500 elmas vermelisən ki oradan bir daha açılsın. Yani onlar qutarandan sonra. Mesela her oyuna girəndə 2 dənə verir. Yani oyuna başlayırsan, təzə başlayanlar. 2 dənə verir və ondan sonra vermir. Ama VIP 6 olduğunuzda ne kadar istəyirsiniz ikinci inşa kuyruğu işlədin. Yani ki özü verir de size. Sınırsız olur. Bir de burada buraya siz aha. Bir de burada Minamoto no Yoshitsu no var burada. Onu da tabii ki almak isteyenler yani yani savaşlara girəcəksinizsə, mesela belediye binası 12 olandan sonra almaq lazımdır onu. Yani mesela inşaatımız bir dəqiqə boşdursa, tez onu düzəldirik və buradan bunu 6 səviyyə edirik. 7 səviyyə eləməliyik tarlanı. Təbii ki qışlandı. Gördüyünüz şey ona səviyyə lazımdır. Bunu qoyursunuz bura. Hızlandırmaları hələ ki işlətməyin. Və buradan anahtarlar sizin üçün bu 3 tane atacağım. Baxın altın anahtardan gələnlər yəni bunlardır. Çox karakter gəlir. Sonra bilgi kitabları var. Onları da indi sizə göstərəcəm. Və burada yıldızlar da göstərəcəm nə etmək olar. Və buradan hızlandırma gəldi 3 saatlıq, 2 saatlıq. Və buradan Vaktanil Ajaş yəni heykəl gəlir. O heykəllər karakter heykəllərindən her karakterden 10 tane heykeli olsa onu şey almaq olur. Bakın keskin nişan çıxanma o zamanda var idi. Ona 10 tane şey verdi. İndi kafa verdi onun yerine. Bakın bu da kaynak üçün çox yaxşıdır. Buradan farm edə bilərsiniz. Amma tarlalara edə bilərsiniz də. Yəni odunlar üçün indi sizə hamısını göstərəcəm. Burada gəldi bu 6 səviyyə gedir. Topaya. Buradan elədik. Aha. Orada savaşsın. Biz de buradan köyden falan Allah her şeyi. Yani gelişebildiğimiz kadar gelişin. Ve buradan sisteme girirsiniz. Buradan barbarları öldürəndə anahtarlar verir. Ve geldik bura. Krallık kaydı var burada. Çetin çatışma. 200.000 barbar kıtası yenilgiye uğratanda gəlir və burada 8 səviyyə olmalıdır. 8 səviyyə olduğumuzda kafa falan verir də, yəni hər şey verir. Yəni anahtar gəldi və buradan yenidən yox, sıkı bir savaş olacaqsa, yəni burada altta yazılır. Ona göre göndermeyin həmin vaxtı. Yəni gəlişib o bələdiyyə binasını 10 falan eləyəndən sonra ya 9 ya da 10 elədikdən sonra eləyə bilərsiniz. Yəni birliyə girə bilərsiniz. Karakterlərə girirsiniz. Yəni əvvəllər də bir hesabınız olubsa onlara baxın burada mənim nə qədər hesablarım olub. Burada orada da hesap var idi o heç neyse. Bakın burada ben yani çok hesaplarım olub. Ama yani en yaxşı hesaplarımdan biri yani en yaxşı 4 tane hesabım var. Biri
FKG host'tur burada. Budur. Yani onu girmek istemiyorum. TC host var. Hüseyin Xan var yani. O hiç onu atmıştım. Ve burada Hüseyin Həsənov var. Burada 2 dənə atmaq olmur diye. Hüseyin Həsənov H yazmışam. Ve profilleri düzeltebilirsiniz. Buradan köye gidelim. Ne var ne yok. Geçeydi. Ağlaydı. Yani birliğe ne kadar tez başlasanız, yani birlik deyirəm. Yani krallığa ne kadar tez gelseniz, o kadar yaxşıdır. Ve buradan başarımlara boyunca heç kim sizə ilişməsin. Ne kadar güclüsü olduğunuzu yani görsünler ki, heç kim sizə dəqiqə başı saldırıb yani ordunuzu öldürməsin. Ve buradan başarılara gelirsiniz. Buradan 5 dəqiqəlik, 10 dəqiqəlik, belki de 1 saatlikler gelir. Yani şu 5 dəqiqəlikdir. Kaderin çocuğu var burada, yani çok qəşəng şeyler gelir. Sağ buradan. Yani her an barbara gönderin. Ordular gönderin. Siz buraya bakın. Rise of Kingdoms burada var. Ve buradan son kafalar verir. VIP 2 olduğumuzda yani verir. Ve buradan komutanlara gelirsiniz. Komutanlardan yani farmları 20 seviye ama bu yani ana karakterinizi 60 seviyelemeye çalışın. Ama yani ilk günlerde yani ana karakterlerini 10, farm karakterlerini ise 5 edin. Buradan ise piyade var, garnizon var, bəcer var. Mesela ben bu dəqiqə bundan yani savaşa gedəcəm. Ona göre buradan yetenek seçim oranınız devre dışı bırakıldı var bunu. Bakın burada 44% yani güc verir. Burada 41, 38 ve 38. Buraya gelirik, buradan gedirik. Yani yolumuza buradan gedirik. Yani bu da bura. Neyse. Bura. Hada yok, hayır, bura yok. Kıtası 5 daha çok normal hasar verir. Kıtası kıtanın kalan birim miktarı altın düştükten sonra 2 savunma artışı kazanır. Yok işte bu qəşəngdir. Buradan ne kadar güc gəlirsə genel bakışdan buraya bakabilirsiniz. İstediğiniz zaman belirleyebilirsiniz. Bunu açık oynamışım. Becerilerden ise buradan gücünü artırabilirsiniz. Saldırırsan savunmasını ve sağlığını düzeltebilirsiniz. Şimdi ise intikam yoluna gireceğiz. İntikam yolu yani çok vacip bir şeydi. Oradan bilgi kitapları gelir yani. O bilgi kitaplarında oradan seviyesini yükseltebilirsiniz komutanlar. Bunu nereye? Aha bununla göre. Şimdi ise sizinle intikam yoluna gireceğiz. Duvara bak. Buna bak. Alarak şey. Aha. Peki intikama gelecek buradan. İntikam yolu gelecek. Ve başlat var. Hızlıya vurur yani. Ne kadar yani güçlü karakterin varsa güçlülerin boyunda. Ve burada karşımıza kurtlar. Ondan sonra yani 250 böyle 250'de uçak tutar.
alınan hasarlara falan bakabilirsiniz. Buradan ödüllerse bunlar gelir. Buradan yani yükseltebilirsiniz istediğiniz karakteri. Tabii de yani çıkıp oradan yükseltmeye, sonra tezden girmeye yani ihtiyaç yok. Birinci kitabımız varsa hele buradan da yükseltebiliriz. Bunu eleyebildiğimiz kadar eleyin. Çünkü yani bu çok yani lazımlı bir şeydi. Ben şimdi size bir şey de göstereceğim. Buradan yani intikam yolundan. Burada becerileri vuruşsuz becerileştir. Aha. Şimdi geldi en maraklı yere. Buradan yukarıdan al var. Buradan yani oradan da girebilirsiniz. Komutanlar alıp oraya koyabilirsiniz. En maraklı yeri yani burası. Açarlarımız varsa tabi de çıkıp yok. Yani buradan açıp buradan karakterleri girebilirsiniz. Ben 5'e kadar geldim. Yani size göre oynadım ben bunu çok oynamıyorum. Ama size yani çok tavsiye ederim. Oynamak. Özümde oynarım ama boş vaktimde. Buradan ana görevler de var. İki komutan 5 seviye yükselt. Yani buradan ele görevler gelirse bunları 5 seviye yükseldin. Yani kaynak karakterin. Onu da 5 seviye yükseldi. Yani birinci kitapları hiç varsın için yani bir çetin bir şey olmayacak. Ama o intikam yolunu oynasınız. Bunu da 10 seviyeleri ve bu kadar. Bunu da buradan böyle bu biraz bu tarafa. Ha. Buradan böyle ulduzlar koyarak yapabilirsiniz ama yani size tavsiye ederim bu üçlü ulduzları saklayın. Bu balaza bir oynananları şeyin. İşlerden çünkü çünkü onları 60 seviye 50 seviyeden 60 seviye geçip de onlardan yani çok lazım. Buradan bakın burada beceri var. Burada komutan gücü 300 artır ve buradan bizim gücümüz de 300 artır onda o el olanda. Beceri falan gelende 300 gücümüz artır. Yani 300 yok onun gücü ne kadar artırsa bizim gücümüz de o kadar artır. Buradan istese gösterebilirim. Mesela bakın bu dakika bizim gücümüz 22.459'dur. Yok buraya yok. Buna vurdu. Şimdi buradan bakın 22.459'dan geldi 24.259'a. 24.259'du. Şimdi yetenekler geliyor. 24.259. Buradan toplamaya. Buradan bir dakika toplama dedim. 24.259 ve 25.459 geldi. 1200 geldi. Yani bize. Onun için bunlar yani çok vacibdir. $25.459. Bütün komutanlara yazın. 25.459. $25.459'uydu. İndi görək nəsə olacaq. Yok ya. $26.659 oldu.
Yəni yenə də 1200 gəldi. Buraları belə yüksəldirik. Aha, baxın köylərdən görün nə qədər şeylər gəlir. Hələ də bizim kəşfiyyatçılar, yəni kəşf edir. Yəni biz videonun başından qəşəng yerlər kəşf ediblər. Buralara belə takımlar gördük bizi istəyatın. Siz də onlara qatılıb, yəni daha da güclənə bilərsiniz. İlk öncə bura baxmalısınız. Buradan bakın yani. Bir de buranın bu saklı kaynakları cömertlenir ve en büyük satıcı kaynakları. Quillen mağazası Krallık 4028. Bəli. Güc istəmirlər də, yəni güc sınırı yoxdursa gelin. Bir de bura girəndə her şeye Türkçe yazın. Yani Azerbaycan dilinde yazmayın. Yazaq bura. Burada. Burada kala bilmeyim. Asın. Görək hələ məsələn şey deyirlərsə, yəni deyirlərsə hə. Onda şeyini görəcəyim. Amma yox desələr, yəni yanından oraya tek atmayın da. Ona görə deyirəm. Yəni baxın, hər kəsin ordusu var, amma sizin yoxsa heç belə yəni özünüzü kiçik düşünməyin, çünki kiçik düşünməyin, yəni Türkçədir. Yəni ki, heç özünüzü belə sıxmayın, çünki sizdə də olacaq, yəni sizdə də olacaq. Sizdə də olacaq, amma yəni səbr eləmək lazım. Burada yardım çağrısı göndərirsiniz, onlar sizə yardım edirlər. Buradan mesela her bir defa yardıma vurduklarında bir dəqiqəlik gəlir. Baxın Nitski, Bonitski, yəni Sharing Life olan bayaqları 1 saat idi, indi olub 40 dəqiqə 31 saniyə. Gördünüz mü? Hətta bir dənəsi qutardı ki. Baxın bu hızlandırmaları, orada hızlandırmaları həmişə saxlayın. Məsələn, hansısa bir birliklə savaşımız olanda onda hamısı hazır. O çox şeylər. Əslində köydən satmaq olsa ordu gəlir, əskər gəlir də. Amma yenə də yəni çox istəyirsinizsə əskəriniz olsun. Elə belə adi belə. Yəni qoyun buradan eğitimlərə vurun, özləri yəni eğitimsinlər. Özləri eğitib. Amma yəni cəbhər falan əskərlərə xərcləmək yəni çox ağılsızlıq ola bilər. Buradan bu hızlandırmaları həmişə saxlayın ki, hansısa bir birliklə savaşa girəndə onu xərclərsiniz. Buradan son bir qalıb. Və birlik mərkəzi. Birlik mərkəzini yüksəltməsəniz yardım gələnməzsiniz. Yəni yardım alanməzsiniz. Yardım alma haqqını görürsünüz burada 800'də bir. Yəni ki 8 dənə ala bilərəm. 5 səviyyə yüksəltsəm 9 dənə ala bilərəm. Vəssalam. Buradan müalicə ot gəldi, məndə var əslində. Mən bunları mağaralar görməm, nə olub, nə yaxın. Siz də bu sırada altdan like atıb abunə olmağı unutmayın. Bildirişləri də açın ki, mən hər video attığımda sizə gəlsin. Buradan müzadilə var, amma yəni uyanıqlıq maksimum səviyyəyə gələndə edə bilərsiniz. Və buradan əla, yəni çox əla bir şeylər gəlir.
Vəssalam, bu qədərdir. Yəni video bağlanmır. Bağlanmır hələ ki. Şöyle hələ buradan işarələr atıqlar. İşarə atıqlar görək hələ buradan. Hə, buradan dostlar göstərirlər ki, bu birlik dostdur. Hə. Ailə, hə. Köylərin mütləq yəni toplayın. Baxın, əla şeylər gəlir və bu tərəfdən görevlərdən tamamlandıqca kaynaq olan verir. Dünya kəşfi buradan da alırıq və birliyə giririk. Birlikdə buradan yəni orada ata bilərsiniz. Sadəcə mən bu dəqiqə atmayacağım. Çünki bu dəqiqə mən müştərim var, yəni mən niyə atmayacağım? Yəni onlara yox, yəni mən atmalıyım, mən borcumdur, amma yəni bu dəqiqə mən də gəlişməliyim, çünki ordumuz bu dəqiqə biraz azdır. İndi orada zandırmalarını saxlayırıq, amma bir videoda hamımızın birdən xərcləyəcəyik. Yəni birlik savaşları falan olanda videoları atacağım və istədiyiniz qədər baxa bilərsiniz. Yəni 1 saatlıq falan olacaq, çünki mənim girdiyim birlik savaşları və mənim seçdiyim birliklər həmişə güclü olur. Yəni bu birlikdə çox güclü bir birlikdə, əsəb dostluğun birliyidir. Elə bayaqdan olmaq lazım, amma baxın buradan liderə baxın. Yəni elə dostum yox, yəni Azərbaycan deyil. Azərbaycan deyil. Qoyulu. Baxın, Qoyuluz. Bu əslində Azərbaycan deyil. Azərbaycan deyil, amma yəni əvvəlki birliklərimdən, yəni əvvəllər də mən bu oyunu oynuyordum. Yəni az çox bilgim var. Əvvəlki birliklərimdən də yəni mənim birliyim deyildi. Yəni mən əvvəllər də oynuyordum. Bayaqlar hesabları göstərdim sizə. Yəni mən əvvəllər də oynuyordum və mənim girdiyim birliklərdən həmişə yaxşı liderlər, yaxşı dostlar tapmışam. Buradan görək neçə dəqiqəmiz qalır. Hə, hələ 6 dəqiqəmiz var. 6 dəqiqədə biz göndərmədən onlar özləri kəşf edəcəklər hər yeri. Burada. Başqa bir şey yox. Yəqin ki yox. Mütləq gələn videolarda gələcək. Milyonlar, milyardlar yəni güclər qazanacaq. Minlərlə. İnsaniyyə sıfırlayacaq. Birliklərlə savaşlara girəcək. Yəni hər şey olacaq. Hər savaşa girdiyimizdə yəni videonu atacağım istədiyiniz qədər bakarsınız. Bunları buradan satmaq olur, amma heç vaxt satmayın. Bu 12 saatlıqları falan. Hələ ki bu ulduzları heç vaxt satmayın. Və yardımlara vurun. Buradan ödüllər gəlir, amma yəni hələ gəlməyib. Sıkı bir savaş yazanda heç vaxt eləməyin. Və cəvhərlər yəni elə adamlar var ki VIP-yə xərcləyir, yəni düz edirlər, amma mənim yəni mən dükkana gələrsiniz buradan VIP-lər var, yəni
VIP'den de alabilirsiniz ama yani hızlandırmaları buradan da alabilirsiniz. Mesela buradan ben buraya 8 saatlik alabilirim. Ama niye almıram? Çünkü yani niye alım ki elə? Eləsin niye alım ki? Buradan mesela ben həmişə buradan 3 tane yani 3 tane yox çatdığı qədər 60 dəqiqəlik alıram. Allah bunu aha. Ben buradan 2 tane bundan alırım. Yani olsun da. Ve buradan 70 yok 60 tane. Allah şöyle 180 yiyecek. 660 yok ya 60 tane var. 60 tane 60 tane alırıq 180 edir bəli. 180 edir ve buradan kalanlar nasıl yani ne hiç satırsa onu. Yok çok ciddi. Evet. Ve bu kadar. Aldım. İndi gedək hızlandırmalara. Hızlandırmalara ve kaynaklara buradan baxırıq, öğelərə giririk. Görək kaynaklarımız ve hızlandırmamız ne kadar. Kaynak türü gıda toplam kaynak. Yani öğelərdən 590.000 birikimimiz var ama bir üstümüzde olan 252.600'dür. Odunlardan öğelərdən yani depoda 292.000 var. İstediğimiz kadar yer harcayabiliriz. Mesela 1000, 2000 yani istediğimiz kadar götürebiliriz yurdan ama bu dəqiqə işlədə 252.600'dür. Taş yani 60.000'dir. Ama yani depoda 60.000'dir. İstediğimiz kadar götürebiliriz. Mesela 100 de götürebiliriz. Ama yani 214.300 ise 50 dəqiqə harcayabiliriz. İndi sənə gəldik hızlandırmalar. Hızlandırmaların inşaat hızlandırması. Sadəcə inşaata xərcləyə bilərik. Bina işlətmələrini 57 dəqiqə. Araşdırma hızlandırması 3 saat 50 dəqiqə. Ancaq araşdırmaya vura bilərik. Eğitim hızlandırması 7 saat 52 dəqiqə. Ancaq əskər edə bilərik. İyiləşdirmə hızlandırması 20 dəqiqə. Yaralanan xəstələri yəni əskərləri eğitmek içindi bu. Xəstələndir. Allah. Dilim dolaşır. Ha. Yaralanan əsgərləri iyiləşdirmə hızlandırmasıdır bu. 20 dəqiqəlik. Hızlandırma yani adi genel hızlandırma. İstediğimiz şeye vura bilərik. 15 saat 44 dəqiqə. Bəli, hızlandırmalara ne etmək lazım? Lazımdı. Geldiği kimi hamısını xərcləyin. Yani ne olur olsun. Gelişmək üçün hamısını xərcləyin bir dənə. Yaxar edeyim kimi əskər hızlandırmaları. Ömrü boyu xərcləməyin. Bir-iki dənə birliklə savaşa girin. Bir-iki dənə yox, yəni bir dənə birliklə savaşa girirsinizsə o dəqiqə xərcləyin olsun. Aha, bunları vuraq. Bir de bunu başlayalım. 2 dəqiqəlik falan ben buradan ben olanda ne var? Ama çok yok da mesela ben buradan bunu yükseltmeliyim diye eğilim. Birinci yardımdan çıkmıştı. Birinci yardımlar gelebildiği kadar gelsin ondan sonra şey deriz. Onları ederiz. Yani yükseltme hızlandırma vurarız. Ayarlarda bir için. Aha. Nerede şey? Ne kadar 30 dakika. 30 dakika değil. Yok 28, 27 7 ve 8. yardımı gelsin ondan sonra hızlandırmaları bırak. Mesela bu özü şey olacak.
Mesela bu. Bize ne lazım? Niyetli. Bakın bu dəqiqə mən o 8 saatlıqdan alsaydım sadəcə bir dənə. Bir daha 8 saatlıq olsaydı bu dəqiqə heç nə eləməzdim. Çünki 60 dəqiqəlik olmayacaqdı. 7 saatlıq hızlandırma boşa gedəcək. Amma burada baxın 1 saatlıq da var, 30 dəqiqəlik də var, 15 dəqiqəlik də var, 1 dəqiqəlik də var. Buradan kuvvet biriktir. Aha 32.000 olmuşuq. Əla. Qəşəng bomba kimidir. Aha. Bunu biz yükseltdik. İndi bu neçə səviyyə görünür. İndi 6'da 7'ye yüksəlir. Neşni. Bunu da yüksəldik. Aha. Yardımla gəlsin. Birliğe girmək yəni şərt deyil. Yəni əslində şərtli, amma 10 olandan sonra da, bələdiyyə binası 10 olandan sonra. Amma yəni istəsəniz, yəni belə yaxşı bir birlik tapsaz, birlik mərkəzin, birlik mərkəz qarəsin düzəldən bir birlik tapsaz, mütləq ona girin və adamların cüzünə baxın. Gördünüz ki, adamların cüzləri azdır, birlik başlarının cüzü azdır. Deməli ki, çox oyuna girmirlər. Məsələn, bu dəqiqə 152.000-dir. 152.970. Birlik başlarının cüzü. Oxçuluq alanın, yəni yükselməyə çox da ehtiyac yoxdur. 17 dəqiqəlik biri. Və bu qədər. Yəni sağ olun dostlar, görüşərik. Gələn videolarda görüşərik. Sağ olun.